Bakıda statistikanın inkişaf perspektivləri beynəlxalq layihələrin rolu mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun 2-ci günü işə başlayıb. Tədbirdə milli statistika sistemlərində aparılmış islahatlar və inkişaf perspektivləri, Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyası tərəfindən qəbul edilmiş milli hesabat sisteminin son versiyasının tətbiqi, valyutaların alıcılıq qabiliyyətinin paritet əsasında beynəlxalq müqayisələr proqramı, əhali və mənzil fondu siyahıya alınmasının 2030-cu il mərhələsi, dayanıqlı inkişaf məqsədlərinin monitorinqi, həmçinin sahə və çoxsektorlu layihələrlə bağlı məsələlər müzakirə olunub. İnformasiya texnologiyaları, statistika məlumatlarının inteqrasiyası, statistikada səriştəliyin inkişafı ilə əlaqədar layihələrin effektivliyi qiymətləndirilib. Mövzu ilə əlaqədar olaraq forum iştirakçılarından Azərbaycan və Bakı barədə ümumi təəssüratlarını öyrəndik. MDB Statistika Komitəsi artıq 3-cü dəfədir ki, Beynəlxalq MDB Statistika Forumunu keçirir. Bu il isə forum Azərbaycanın Dövlət Statistika Komitəsi ilə birgə təşkil edilir. Faktiki olaraq Azərbaycan Dövlət Statistika Komitəsi bizim forumumuzun birgə təşkilatçısıdır və biz bunu böyük minnətdarlıqla qeyd edirik. Azərbaycan Statistika Komitəsinin əməkdaşları və dostlarımıza xüsusi təşəkkürümüzü bildiririk. Onlar forumun səmərəli və rahat şəraitdə keçirilməsi üçün çox böyük işlər görüblər. Biz məmnunuq ki, bu il forum Bakı şəhərində çox gözəl bir şəkildə keçirilir. Havanın da əlverişli olması bizim üçün böyük şans işidir. Əminəm ki, forum iştirakçıları da tədbirin gedişatından məmnundular. Bakıda bu gözəl şəhərdə olmaqdan çox məmnunam. MDB forumunda ən aktual və çətin statistik məsələlər müzakirə edirik. Mövzular çox maraqlıdır və MDB ölkələrinin, o cümlədən Azərbaycanın rəsmi statistikasının inkişafı sahəsində irəliləyişlərini görmək xoşdur. Azərbaycanı fərqləndirən əsas cəhət ondadır ki, bütün hökumət və ümumilikdə ölkə rəsmi statistikaya böyük diqqət ayırır. Qərarların qəbul edilməsində bunu əsas götürür. Bu bütün ölkələrdə belə deyil. Buna görə də digər ölkələrdə Azərbaycan təcrübəsindən öyrənə bilərlər. Mən əvvəllərdə Bakıda olmuşam. O zaman burada çoxlu tikinti işləri gedirdi. Həmin vaxt maliyyə böhranı idi və elə görünürdü ki, tikinti çox da sürətlə irəliləmir. Lakin illər sonra geri qaydanda görürəm ki, bütün işlər tamamlanıb. Şəhər həqiqətən də möhtəşəmdir. Memarlıq çox maraqlı və köhnə şəhərlərlə müasir Bakının tarazlığını görmək çox xoşdur. Burada olmaq və ziyarət etmək çox möhtəşəm bir hissdir. Hər şey üçün təşəkkür edirik. Əslində bu böyük forum Bakıya dəvət olunmaq və burada iştirak etmək mənim üçün böyük bir məmnuniyyətdir. Bu mənim Azərbaycana ilk gəlişimdir və ölkənin, xüsusilə də Bakının yüksək qonaqpərvərliyini görməkdən çox məmnunam. Bu həqiqətən də əla forumdur. Digər institutların nümayəndələri ilə, xüsusən də rəsmi statistika sahəsində fikir mübadiləsi aparmaq üçün böyük bir imkandır. Çünki düşünürəm ki, biliklər mübadilə etməyin ən yaxşı yolu məhz belə forumların təşkil olunmasıdır. Bir çoxlu mövzuları əhatə etdik. Siyahıya almanın modelinləşdirilməsi, rəsmi statistikanın inkişafı. Fikrimcə bu məsələlər çox vacibdir. Çünki biz bir-birimizə kömək etməli, institutlara dəstək verməli və eyni istiqamətdə irəliyərək müasir nüfuzlu statistika qurumlarına çevrilməliyik. Əsas məqsədimiz hökumətlərimizə dəstək olmaqdır. Bu forumda məhz bu istiqamətdə yaxşı töhfə verəcək. Üçüncüsü düzenlenen Uluslararası İstatistik Forumu Bağımsız Devletler Topluluğu bünyesinde düzenleniyor. Bu sene kardeş ülkemiz Azerbaycan sağ olsunlar bizi de davet ettiler. Biz de bu vesileyle Bakü'de olmaktan dolayı büyük mutluluk duyduk. Azerbaycan İstatistik Komitesi ve Azerbaycan'ımızın değerli temsilcileri bizleri çok iyi ağırladılar. Ondan dolayı kendilerine şükranlarımı sunarım. Forumunda hem Azerbaycan hem Türkiye hem de diğer ülkelerin istatistik camialarına hayırlı olmasını dilerim. Ziya Hikmətoğlu, Rəsul İsayev, Səs TV Xəbər.